Salamlar, vaxtınız xeyir olsun. Hazırda İscan Dablek modelinin yenilənmiş məlumatlarının təhlillərindən tanış oluruq. Artıq yanvar ayının 1-dən 2-sinə gecə, xüsusən yanvar ayının 2-si səhər erkən saatlardan başlayaraq, yəni təxminən baş vaxtı ilə səhər saat 4-dən 6-dan sonraki saatlarda artıq yağışın Bakıda sulu qar çəkilməsi gözlənir. Yəni bu təhlillər, bu analizlər əsasən yanvar ayının 2-si səhər saatlarından başlayaraq artıq qərbdən daxil olan rütubətli hava axınları, eyni zamanda Xəzər dənizinin şimalından daşınan rütubətli hava kütlələri ilə şimaldan daxil olması gözlənilən Arktik hava kütlələrinin Xəzər dənizi ərazisində bir-birinə qarşıması fonunda Xəzər dənizində fırtına baş verməsi gözlənilir. Küləyin sürətinin saatda yanvar ayının 2-si gün ərzində Bakıda maksimal sürətin saatda 85-100 km-ə qədər güclənməsi ehtimalı var. Bu da saniyədə küləyin maksimal sürətinin 25-30 metrə qədər güclənməsi mənasına gəlir. Prosesin nəticəsində yağıntıların xüsusilə də yanvar ayının 2-si günün birinci yarısında Bakıda bir qədər intensiv olması, yağışın sulu qar çəkilməsi ehtimalı var. Əsas yağıntılar isə xüsusilə də Abşeronun qərbində, şimal qərbində yağıntıların, sulu qarın bir qədər intensiv olması ehtimalı var. Yanvar ayının 2-si axşama doğru artıq prosesin tədricən sabitləşməsi gözlənir. Lakin xüsusilə də yanvar ayının 2-si günün birinci yarısında Abşeronun şimal-qərb ərazilərindəki yağıntıların intensiv sulu qar şəklində, küləyin güclənməsi fonunda isə sulu qarın çoxluqla müşahidə edilməsi ehtimalı var. İscan Dablek modelinin yenilənmiş məlumatlarının təhlillərinə əsasən yanvar ayının artıq 1-dən 2-sinə keçən gecə və 2-si günün birinci yarısında Azərbaycan ərazisində hava şəraitində kəskin dəyişiklik gözlənilir. Xüsusilə də Qara dənizdən şimal-qərbdən daxil olması gözlənilən güclü rütubətli hava axınlarında, eyni zamanda Aralıq dənizindən, yəni cənub-qərbdən daxil olması gözlənilən rütubətli hava axınlarında, eyni zamanda Xəzər dənizinin şimalından da daxil olan Xəzər siklonlarının Qafqazın cənubunda bir-birlərinə qarışması və şimaldan daxil olması gözlənilən Arktik atmosfer cəbhəsi ilə bu sistemin kifayət qədər intensivləşməsi gözlənilən nəzərdə yanvar ayının 2-si artıq günün birinci yarısında Azərbaycanın demək əksər rayonlarında, xüsusilə də Böyük Qafqazda və Kiçik Qafqazdakı qarın intensiv, güclü olması ehtimalı var. Prosesin nəticəsində Böyük Qafqazın Balkan, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kələbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, Naxçıvanın Sədələk, Ordubad, Şahbuz, eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Asal, Yardımlı və Lerik, Mərkəzi Aranın Kürdəmir, İmişli, Yevlaq, Ağstəbəli, Beyləqan, Sabirabad, Saat, Salyan, Neftçala, Biləsuvar rayonlarında artıq yanvar ayının 2-si xüsusilə günün birinci yarısındakı yağıntıların intensiv və güclü olması ehtimalı var.